Düzdür. Qəmsiz, qüssəsiz insan yoxdur. Hər bir cür qəmi var. Şübhəsiz, amma Ancaq qədərində olsun da. qədərində olsun o insan gibi Allah 5 parmaq yaradıb. Bunun 5'i də bir deyil ki. İstəsəydi Allah 5'ini də bir yaradardı da. Deməli cürbəcürdü onlara nə lazımdır? Səbr eləmək lazımdır. Rəhmətlik Seyyid Əzim də deyib, Sabir deyib, hansı bir müşküldür ki, səbr ilə asan olmasın. Seyyid Əzim deyib ki, səbr-i əyyub gərək aşıq dil suhtadə, aqibət lütfudan dərdüvə dərman eylər. Deyirlər ki, Əyyub Peyğəmbər beş səbirli adam olub. Bu neyniyibsə Allah Teala bunun bütün hamısını alıb əlindən, təpədən dırnağacan bu yara basın bunu. Qurt basıb bədənini, qurt yerə düşəndə əyilib götürüb, qoyulmuş o yerə ki, ay Allahın eyvanı, bu sənin ruzundur. Allah Teala görür ki, bu düzəlib, gene de buna peyğəmbərliyin dadını verib. Orada da Seyyid Əzim deyir ki, səbr-i əyyubu gərək aşıq dil xustadə, aqibət lütfuda dərdüvə də. Səbr eləsən, Allah Teala hər şeyi düzəldər insan üçün. İnsan gerək səbirli olsun, şükürlü olsun. Ona görə səbr eləmişik, şükür Allah'a gəlib. Şükür Allah'a deyirik.